Salamlar, salamlar. Bugün sizə ən çox soruşulan mövzu haqqında danışacağım. Saat 10-dur. Saat 10-da mən ilk öncə suyumu içirəm. Saat 9-da da dursa suyunuzu içə bilərsiniz. Ən çox soruşulan mövzu haqqında danışacağım. Aralıqlı orucu necə edirsiniz? Və yazmısınız ki, gündəlik menünüzü paylaşın. Onu maksimum bazardan qədər eləyərəm. Mən artıq təxmini 700 qrama yaxın çəki atmışam 2 gün ərzində. Həm yürüyüş edirəm, həm pəhrizimi eləyirəm. Deməli 16 saat ac qalıram, 8 saat yeyirəm. Yeyirəm deyəndə ki, indi mən göstərəcəm sizə gün ərzində nələr yeyəcəm. İlk öncə saat 10-da belə dursam, mən suyumu içirəm. Salmışam ilk yeməyimi saat 12-yə. Saat 12-də yedim. Saat bir də ən son 8 saat hesablayırıq. 12-dən hesablayırıq da 8 saat olanda saat 8-ə düşür. Yəni 20:00-a düşür. Siz saat 12-dən 20:00-a kimi özünüz üçün ayırdığınız o menünü, hansı ki, yəni kalorisi daha çox olmasa, indi mən göstərəcəm nələr yeyirəm. Onu yeyə bilərsiniz. Saat 20:00-dan sonra 40 ağzımızı kəsdik, yəni yemirik. Nə yeyə bilərik? Kofe içə bilərik. Ondan sonra su içə bilərik. Baxın, bu şeylərdən düz yenə səhərsi gün saat 12-yə kimi çay içə bilərsiniz, yaşıl çay içə bilərsiniz. 12-yə kimi mən heçini yemirəm. Yəni mən elə eləyirəm. Yəni sudan, çaydan çox rahatçılıqla limitsiz istifadə edə bilərəm. Saat 10-a kimi istəsə çay da içə bilərsiniz, kofe də içə bilərsiniz. Yəni bunlardan limitsiz istifadə edə bilərsiniz, heç bir problem yoxdur. Amma yanında şəkər falan olmamaq şərti ilə. Mən özüm belə edirəm, yəni. Məncə çox asandır. Yəni siz də eləyə bilərsiniz. Ac qalmırsınız. Sağlam qidalanır. Yumurtanı atdım, qaynasın. 5 dəqiqədən sonra söndürəcəm. Xiyar, pomidor. Bunlar olmasa mən elə bilirəm ki, doymadım da. Yəni bildiyiniz xiyar pomidorla. Duzsuz kəsməyi almışam özümə. Duzsuz kəsməyi almışam. Onu istifadə edirəm. Nane olmazsa olmaz. Hansı görüntüdən istəsəz istifadə edə bilərsiniz. Bunu tək-tək deyəcəm ki, mənim kimi əziyyət çəkən səhifəmin izləyiciləri, canım izləyicilərim mənimlə bərabər onlarda başlasınlar. Mənə elə gəlir ki, çox yaxşı fikir olacaq sizin üçün. Deməli, burada nədir? Bir dənə xiyar, ilk yeməyimiz saat 12-də başlayacaq. Bir xiyar, bir pomidorun yarısı, mən öz yediklərimi deyirəm. Bir pomidorun yarısı, bir yumurta, 2 yumurta da eləyə bilərsiniz. Heç bir ziyanı yoxdur. Sadəcə mən yumurta sevmirəm. İstənilən göyərtini mən nanəyə bayılıram. Yəni sevirəm də, nanəni sevirəm. Bir səs burada nə var? Bir səs, mən həsrət qalmışam belə şeylər. Mən necə sevirəm? Dayanın, bir dəqiqə deyirəm indi siz. Bunu götürmək mənə lazım idi. Buna baxın. Qızlar, bu bişmiş kənddir. Mən dünyanın heç bir bahalı şokolatına bu bişmiş kəndi dəyişmərəm. Deməli, mən təzəlicə bilmişəm ki, qızlar, bir diyetoloqun menüsü var idi məndə. Orada nə yox idi? Xurma yox idi. Qətiyyən istifadə etməyəcəyimiz bir neçə şeylər var idi ki, yiyəcəyimiz o hansı ki biz elə bilirik ki kalorisi azdır. İndi mən bilmirəm nə qədər düzdür, nə qədər səhvdir. Onu yenə diyetologlar bilir. Çox istəyirəm ki, yəni burada olan bir anlayışı olanlar varsa alta yazsınlar. Deməli, həmin menüdə nə yox idi? Xurma, bildiyimiz xurma var ha. Biz ondan çay içirik. Güya ki indi diyet eləyirik, çay içirik. Heç nə olmasın. Xurma. Ondan sonra kartofu hardasa belədir. Yəni təxmin eləyirəm ki, kalorisi çoxdur. Kartof, bir də banan. Mən də almışam evə banan qoymuşam. Ondan da dedim yox, mən banan yemərəm. Nəysə, bu bizim iç yeməyimiz. Bunun da yanına indi mənim üçün ağküncüt olmazsa olmazlardan biridir. Mən hər zaman bunu baxın, kəsməyin üzərinə buranı çəkəcəm. Denən oranı özü nəyə çəkirsən, oranı çək. Səpirəm və yeyirəm. Olmazsa olmazdı. Yəni bəzən baxın belə bir qaşığı götürün. Belə bir qaşığı götürün və balaca bir qaşıqla hər gün mütləq yeyin. Xeyri çoxdur, kalsidir yəni. Başdan ayağa kalsidir. Sümüklərinizi möhkəmləndirir. Ağküncüt sümüklərinizi möhkəmləndirir. 12-də yediyim ilk yeməyim budur.
üzərində toz bilinməsin. İnanın ki, bu məni, baxın, bu məni canımdan bezir. Bunu da sərməsəm yerdə parketin üzərində cızıqlar əmələ gələcək. Ona görə bunu da sərmək məcburiyyətindəyim. Dəhşətli dərəcədə də təzə yumuşam. Bunu mən təzə yumuşam, amma yenə gərək gedəm mağazalara baxam. Ya da Trendyol'a baxam, bunun üzərinə mən də tozlarını verəcəm. Kolagenini içirəm. İstəsəz meyvə suyuna da əlavə edə bilərsiniz, istəsəz qatığa da əlavə edib içə bilərsiniz. Baxın, bu qədər. Bugünkü çəkilişimiz ancaq mətbəxdə olacaq. Əslində mən işləri görürəm, gəlirəm, çəkirəm. Sizə deyirəm, nələri yeyirəm, saatlarına kimi istəyirəm ki, tək-tək sizə göstərdim. Dadı çox qəşəngdir, hə, amma özümdən asılı deyil. Özümdən asılı deyil. Bunu içəndən sonra bir hardasa yarım saatdan sonra istəyirəm, ürəyim çay istəyir. Bunu içəndən sonra yarım saatdan sonra saatını da yazacağım, çay içəcəm. Amma aralığa mütləq o suyu için. İndi mən içə bilmirəm, amma mütləq o suyu için qızlar. Mütləq. Aralığa da mütləq o mən stəkan götürmüşəm, baxın, belə bir stəkanım var. O stəkanla mütləq su qəbul edin. Bundan artıq necə deyərlər ki, yəni bundan artıq necə başa salarlar ki, yeməklərini də sizə qəşəng başa salıram. Ondan sonra şirniyyatları da qəşəng də Allah var da başınızın üstündə. Orada bir tərif yazarsınız bacınıza. Onu da qəşəng bazaram. Yəni siz bu il yəni nə etməlisiniz? Oradan çoxlu like'lar qoymalısınız. Çox sağ olun ki, qoyursunuz bu arada. 15:00 meyvə vaxtıdır. İstənilən meyvədən istifadə edərsiniz. Banan amma deyilənə görə kökəldirmiş. 15:00 meyvə. Mən Türk kofesindən istifadə edirəm, amma istənilən kofedən istifadə edə bilərsiniz. Bunu hara qoyum ki, çəksin. Bax, hara qoyum. Üzəri köpüşənə kimi, baxın, az qalır. Baxın, bizim porsiyamız budur. Yəni bizim yemək bugünkü günorta yeməyimiz budur. Bu arada sizinlə danışa yeyirəm. Ən sonunda, yəni 20:00-da artıq sonlandırdım. Mən bir stəkan suyla sonlandırdım. Əgər dözə bilməsəz, deyirsiniz ki, məsələn çaysız qala bilirəm. Əgər dözə bilməsəz, bayaq dediyim kimi şəkərsiz qofe içə bilərsiniz, su içə bilərsiniz. Bunlar limitsizdir. Nə qədər istəsəz içə bilərsiniz. Güman edirəm ki, bu videonun sizə bir xeyri olacaq və bəyənəcəksiniz. İndi sizin kilonuz nə qədərdir? Ramazanda neçə kilo almışsınız? Rəylərə yaza bilərsiniz. Mən elə bilirəm ki, bu hamımızın problemidir. Hələlik digər videolarda görüşərik.